Başlayırıq bugün Windows 11-in birinci hissəsini keçməyə. Gəlir birinci hissədə nələr keçəcək? Fayl anlayışı, faylın adlandırılma qaydaları, kataloq məsələsi, qovluq məsələsi, Windows 11 əməli sisteminin təyinatı, əsas xüsusiyyətləri, anlayışları, Windows 11-in əsas komponentləri, yəni desktopla iş masasını keçmiş olacaq. İş masasının kontekst menüsünü daha doğrusu. Başlayaq faylın adlandırılmasına. Fayl ümumiyyətlə nədir? Xarici yaddaşda saxlanılan, adlandırılmış verilənlər toplusu. Cümlə daxilinə versək, xarici yaddaşda saxlanılan verilənlər toplusu səhvdir. Ortada adlandırılmış sözü mütləq şəkildə olmalıdır. Fayl iki hissədən ibarətdir adı. Biri uzantısıdır, sağ tərəfdəki, biz buna soyadı deyirik. Sol tərəfdəki də ki, faylın əsas hissəsidir, yəni adıdır. Gördüyümüz kimi birinci hissə nə oldu? Onun məzmunu haqqında məlumat verir. Soyadı nə oldu? Onun tipi haqqında məlumat verir. Məzmunu nədir? Məsəl üçün, içində sırf informatika aid nəsə yazmısansa, olacaq adın qoysun informatika, yəni biraz məntiqi düşünəlim. Məsələn, ilk quizdirsə, adın qoyacaqsan quiz 1, misal üçün. Gördüyümüz kimi tam aydındır. DocX hissəsi hansıdır bəs? Tipidir. Məsələn, DocX nədir? Word-də yazıldığıdır. PDF nədir? PDF halına çevrilib. XLSX nədir? Misal üçün, Excel faylıdır. PPTX nədir? Misal üçün, PowerPoint-ə aid olmuş olur. Gəlir MS-DOS mühiti və Windows mühiti. MS-DOS mühitində 8.3 standartından istifadə edirlər. Yəni adında maksimal 8 simvol olurdu, soyadında, uzantısında maksimal 3 simvol olmuş olurdu. Ondan sonra gəlir Windows mühitində 255.5 standartından istifadə olunmağa başladı. Artıq informatika sözü 11 simvol olduğuna görə MS-DOS-da yerləşmirdi, Windows-da yerləşməyə başlamış oldu. Uzantısı da docx misal üçün MS-DOS-da yerləşmirdi, artıq Windows mühitində tam yerləşmiş oldu. Faylın adında qadağalarımız var. Faylın adında qadağan olmuş adlar. Birincisi PRN-dir. Printeri bildirir. İkincisi nulldur. Boş qurğunu bildirir. Üçüncüsü AUX-dur. Ardıcıl porta birləşən qurğulardır. Dördüncüsü COM-dur. Konsoldur. Ekran və klaviaturanı bildirir. Yəni monitor və klaviaturan. LPT 0-dan 9-dur. Burada tema başlayır. LPT tək yazılsa götürülür. Okeydir. Amma yanında LPT 0, LPT 1, LPT 2 bu ünvanla LPT ta ki 9-a qədər yazılsa, heç biri götürülmüş olmur. Ondan sonra gəlir COM 0-dan 9-a da ardıcıl portları bildirir, eyni söhbətdir. COM tək olan zaman istifadə olunur, amma yanında bu cür rəqəmlər olan zaman istifadə olunmur. Baxaq bir dənə, hər vaxtdan xeyirsə. Baxaq məsələn belə bir nümunəyə. John.docx. Baxın, John tək verilibdir. Bu istifadə eləmək olmaz. Amma verilib file.prn. PRN adı deyil axı, onun uzantısıydı. Uzantısında istifadə etmək olardı. Adında da deyirik də, faylın adında qadağalar. Adı hansı hissə idi? Soldakı hissə. Soyadı sağdakı hissədir, uzantısıdır. Harada sualınız olsa saxlayın verin. Sonra gəlir qadağan olunmuş simvollarımız da var. Baxın, böyük, kiçik işarəsi. Ortasında qoşa nöqtə. Nəyə oxşur? Çukurun işarəsinə. Sol, orta, sağ slashlər. Üçbacı deyə bilərik buna da. Üç də bir yerdə gedir. Sual, ulduz, sual, dırnaq. Bu tək dırnaqda olsa eyni şeydir, cüt dırnaqda olsa eyni şeydir. Biz buna qısa konkret deyəcəyik. Çukur, üçbacı, ulduz, sual, dırnaq. Burada da niyə istifadə olunmur ona görə deyir. Bax, sol slash niyə istifadə olunmur? Fayl yollarında qovluqları ayırmaq üçün istifadə edirik. Bax, burada da verdiyi kimi. Sağ slash niyə istifadə olunmur? Əvvəllər MS-DOS versiyalarında bu parametrlər üçün idi. Misal üçün dir/p. Bunlar cmd komutları var ha. Orada istifadə olunur. dir/p misal üçün. Qoşa nöqtə disk adlarında və axınlarda, yəni date streamsdə istifadə olunur. Misal üçün, bax, burada C qoşa nöqtə / Windows idi. Burada da eyni şey. Ulduz şablonuydu. Sual şablondu.
Ondan sonra ya dırnaqlar sətrin başlanğıcını və yaxud da ki, sonunu birləşdirmək üçündür. Ondan sonra böyük işarəsi adi bildiyimiz yollardır. Məsələn, proqramdan keçirik inputa. Böyük işarəsi də yenə də eyni şeydir. Proqramdan keçirik resulta. Ondan sonra gəlir faylın atributları. 4 dənə atributumuz var. Ümumiyyətlə, atribut nədir? Fayl xassələrini təyin edən əlavə parametrlərdir. Atribut fayllara müraciət üsulları da sayılmış olur. Məsələn, hasar sözünü yadımıza saxlayırıq. Hidden gizlədilmiş deməkdir. Burada faylları təsadüfi gizlənmələrdən qoruyur, daha doğrusu silinmələrdən qoruyur. Yəni özü gizlədir ki, burada var, amma ki sən görməyəsən də işdir, birdən əlində yer silinər, eləyər və s. Sonra hasar sözündə A gəlir, arşivdir. Buradakı faylın ehtiyac sürətinin olduğunu bildirir. Arşivlər nə idi? Faylların sıxılmasıdır. Sonra gəlir sistem. Buradakı əməliyyat sisteminin özünün fayllarıdır. Əməliyyat sisteminin faylları ilə, yəni sistemin fayllarına hər hansısa bir dəyişikliklər etmək mümkün deyil. Heç kim onlara hər hansısa bir dəyişiklik eləyə bilməz. Sonra gəlir read only. Bu faylları redaktə etmək mümkün deyil. Çünki yalnızca oxunmaq üçün açılmış fayllardır. Ondan sonra kataloq və qovluq anlayışları. Kataloglar, qovluq anlayışları nədir? Diskdə müəyyən meyara görə birləşmiş bir fayllar qrupudur. Adi bildiyimiz real həyatdakı qovluqlar nə üçündür? Daxilinə hər hansısa faylları yığmaq üçündür. Bu da eyni şeydir. Baxın, əvvəllər istifadə olunurdu məntiqi disklərdə. A, B diski aktivləşirdi. Harada aktivləşir bu? Buradan gedək disk-yə görəcəyik. Sən hara getdin? Neyse, buradan girelim. Biz de buradan girer yerə. Girək disk-yə. Baxın, burada nə diski var sadəcə? D diski var da, elə deyil. Əvvəllər burada A, B diski olurdu. Niyə əvvəllər deyirəm? Çünki indi FTD-lər, floppy disklər istifadə olunmur. Hardware dərsində də keçmişdik. Ümidvaram ki, yadınızdadır. Sadəcə 1.44 MB tutma maliki idi və o da çox kiçik idi. Adi yeni tip telefonlardan çəkdirdiyimiz şəkillər belə onun daxilinə yerləşmirdilər. İkinci gəlir CD diskləri. Bayaq da gördük. Hard disklər və SSD-lər birləşdirilir. C diski bizə lazım olan bölməsidir. Daha doğrusu C diski əməliyyat sistemləri yazdığımız bölməsidir. D diski də bizə lazım olan bölmədir. Yəni burada biz faylları yerləşdiririk. Biz format atan zaman, yəni Windows 10-dan 11-ə keçən zaman və yaxud da ki, hər hansısa bir yenilənmə verən zaman hər zaman C diskini təmizləyirik. D diskinə dəymirik. Çünki D diskində sadəcə sənin üçün lazım olanlardır. Y diski CD və DVD-lər kompüterə taxan zaman aktivləşir öz avtomatik olaraq. Və nəhayət sonuncusu F diskidəki USB ilə qoşulan digər xarici yaddaş qurğuları üçündür. 2 dənəsi bir anda qoşulsa, yəni 2 dənə xarici yaddaş qurğusu eyni anda qoşulsa USB vasitəsilə, o zaman avtomatik olaraq G diski də gəlmiş olur. Davam edirik. Gəlir kataloqun strukturu və fayla gedən yollarımız. Burada diskdə kataloqlar ağacvari struktura maliklər. Yəni, bir-birinin daxilində yerləşirlər, belə deyək. İstifadəsinin hal-hazırda istifadə elədiyi kataloq adlanır cari kataloq. Başlayaq yolumuza. Bax, buradan götürürük. Bu adlanır bizim baş kataloqumuz və yaxud da ki, məntiqi diskimiz. Sonra gəlir informatikadır, slaydlardır. Bunlar bir-birlərin alt kataloqları sayılır. Yəni, faylın yerləşdiyi kataloq yenidir. Yeni slaydın alt kataloqudur. Slayd informatikanın alt kataloqudur. İnformatikadakı D-nin baş kataloqun alt kataloqu sayılmış olur. Sonda gəldiyimiz isə faylın adıdır. Bu faylın adıydı, bu faylın soyadıydı, yəni uzantısıydı. Faylın tam adı, tam yolu, tam ünvan, sadəcə ünvan dedikdə. D-dən başlayırıq ta ki, hara qədər? Soyadına qədər.
Amma burada tam yolu yox, sadəcə yolu soruşsaydı, o zaman hardware yazısına qədər oxuyacaqdıq. Məsələn, deyir ki, faylın yolu hansıdır? Fayl nədir? Hardware. Hansı olacaq yolu? D. İnformatika, slaydlar, yenidə artıq durmuş olacağıq. Faylın tam adı unikaldır. Hər hansı bir qovluqda eyni ad və genişlənməyə malik iki eyni fayl qəti şəkildə ola bilməz. Faylın adında istifadə olunan kiçik və böyük hərflərdə ki, sistem tərəfindən eyni qəbul olunur. Yəni, sən buraya yaz böyüklə böyük, böyük hardware .pptx və yaxud da ki, kiçiklə yaz hardware.pptx eyni şeydir. Yəni, ikisi də eyni şey olduğu üçün eyni bir qovluq daxilində saxlaya bilməyəcəksən. İnterfeys anlayışı gəlir. İnterfeys nədir? Belə deyək də, iki nəfər arasında, daha doğrusu iki nəfər demək də, qurğularla insan arasında, proqramlarla insan arasında bir qarşılıqlı əlaqədir. Üç dənə interfeysimiz var. Aparat interfeysi, proqram interfeysi, istifadəçi interfeysi. Proqram interfeysi nədir? Hesablama sistemi çərçivəsində qurğu və proqramların qarşılıqlı əlaqəsini təmin edən vasitələr məcmusudur. İstifadəçi interfeysi özü də iki yerə bölünür. Əmrli interfeys, obyekt yönlü proqram, qrafik interfeys. Nədir əmrli interfeys? Baxın, mən buradan girəm CMD-lərə, hər hansısa bir komutlardan, hər hansısa bir əmrlərdən istifadə edirəm və yaxud da ki, gəlirəm buradan, promo ekranda sağ klik eləyirəm, new-dan nəsə yarada bilirəm. Bu ikisi arasındakı fərq çoxdur. Windows ailəsinin əməliyyat sistemləri hansılar var? Windows 95, Windows 98, Windows 2000 və yaxud da ki M7 adlanır bu. 2000-ci ilin şərəfinə çıxarılmış şeylərdir, Windowslardır. Windows XP, Windows Vista, 7, 8, 8.1 bu ikisi heç bir şeyə lazım olmadılar. Yəni, heç kim tərəfindən istifadə olunmadı demək olar ki. Windows 10, yəni, məncə ən mükəmməlləri Windows 10-dur təbii ki də. Və nəhayət sonuncusu Windows 11-lərimiz. Artıq Microsoft açıqladı ki, Windows 10-u dəstəkləməyəcək. Biz də başladıq Windows 11 keçməyə. Yoxsa biz də hələ ki, oktyabr ayına qədər Windows 10 keçirdik. Gəlir Microsoftun bizə sunduğu, bizə belə deyək, məsləhət gördüyü, belə nə deyim bunlara, versiyalarda. Home-dur, ev üçündür. Pro-dur, daha professionaldır. Təbii ki də professional istifadə etmək daha yaxşıdır. Pro for Workstation işçi stansiyalarda istifadə edirsən bunları. İşçi stansiyalarda haradır? Şirkətlərdə istifadə olunan kompüterlər, admindən idarə elədiyi kompüterlərdir. Enterprise var, Education var, təhsil üçündür, SE var, Enterprise-ın daha high level-ı var. Bu versiyalar təbii ki də bir-birlərindən əlavə imkanların olmasına və əsasən qiymətlərinə görə fərqlənirlər. Təbii ki də biz Crack istifadə edirik deyə, bizim üçün pul problem deyil. Sistemin əsas yenilikləri istifadəçi interfeysi və dizaynıdır. Birincisi, təzə başlat menüsünü ortaya gətirirlər. Bax, aşağıda gördüyünüz kimi, o buradadır. Əvvəllər bu hardaydı, amma sol tərəfdəydi Windows 10-a qədər. Oy, bu nədir? Getdimi də? Allah şeytanı etləsin. Hər şey getdi oraya da. Ondan sonra yeni ikonlarla yuvarlaq künclər daha belə deyək, müasir görünüş rejimi təmin edilər. Aşağı baxın, gördüyünüz kimi PowerPoint oldu yumru, nə bilim Zoom oldu daha yumru. Bunlar əvvəlcə tam kvadrat şəklində yerləşirlər. Sonra dark mode və light mode daha da yaxşı optimallaşdırıldı. Var idimi? Var idi. Sadəcə olaraq nə oldu? Optimallaşdırıldı. Widgetlər, yəni aşağıda bayaq açılan hissə var idi. O, canlı xəbərlər, hava durumu, təqvim, valyuta, idman və s. üçün ayrıca panellər artıq aktivləşdirilmiş oldu. Performans və təhlükəsizlik açısından da dəyişimlər oldu. Nələr oldu? Daha sürətli açıldı. Performansı, yəni daha da artdı. Sistem optimizasiyası gücləndi.
Ondan sonra Secure Boot tələblərinə keçdilər ki, bunlar da nədir? Təhlükəsizliyi daha yüksək səviyyəyə qaldırmaq üçün istifadə olundu. Daha yaxşı enerji idarə etməsinə gəldi. Notebookların bateriyasının ömrünü artırdılar və bu da bizim üçün hədsiz sərfəli bir şeydir. Sonra gəlir sistemin əsas yenilikləri nədir bəs? Yeni funksiyalar gəldi. Snap Layouts və yaxud da ki, Shrunk Groups. Açıq pəncərələri ekranı rahat yerləşdirmək. Bax, gəlirəm bura, misal üçün bunu basıram, daha belə deyək, optimal şəkildə necəsə özü yığmağa başlayır. Nəysə, sən qayıt yerinə. Virtual desktoplar gəldi. İş, oyun, şəxsi istifadə üçün ayrı masaüstü yaratmaq. Bir dənə mənə deyin görün, bu görsənir sizdə? Bəli, Hal-hazırda və aşağıda New Desktop görürsünüz. Ora gəlir sizə. bəli, görürük. Bəli, buradan plusu basan zaman yeni səhifəyə keçib, burada da misal üçün atıram, bu daha çox uşaqlar üçündür də. Güya ki, dərs oxuyurlar kompüterdə, nə eləyirlər? Girirlər buradan 2 dənə ekran yaradırlar. Sonra kimsə ataları, anaları gələn kimi keçirlər güya dərs oxuduqları səhifəyə. Touch, stylus və səs üçün optimallaşdırmalar oldu. Planşet hibrid cihazlarda daha rahat istifadəyə başlandı. Sonra Direct Stories dəstəyi gəldi. Oyunlarda yüklənmə vaxtını minimuma endirildi. Avtomatik ACR-lar gəldi, yəni High Dynamic Range'lər. Bu funksiya nə idi bəs? Köhnə oyunları, proqramları avtomatik olaraq daha canlı hala gətirirlər. Yəni daha çox belə deyək, gamerlara yönəlmiş bir şeylərdir. Ondan sonra gəlir təkmilləşdirilmiş multitasking. Multitasking buradır. Windows Tab-da qısa yolu. Bax, gördüyünüz bu hissə bayaq açdığım hissədir. Notebooklarda 3 barmaqla aşağıdan yuxarıya gətirəndə açılırlar. Snap Assist-lə eyni anda bir neçə pəncərəni daha rahat idarə etmək imkanı gəldi. Task View, yəni tapşırıq görünüşünü açıq olan bütün tərtibləri masa üstünə sürətli dəyişdirə bilərsiniz. Buradan girirsiniz, məsələn, mən keçmək istəyirəm, atıram bura. Qısa konkret gəlmiş olur. Sonra daha individual sürüklə və burax. Bax, bu. Gördüyünüz kimi, bayaq sizə dediyim 3 barmaq söhbəti gəlmiş oldu. Səs və giriş sistemləri də təkmilləşdirildi. Yeni səs tanıma, səsli əmrli funksiyalar gəldi. Daha dəqiq klaviatura və sensor paneli cavab sürəti gəldi. Genişlənmiş əl yazısını tanıma, yəni belə deyək də, əl yazısını tanıma bilirsə, telefonlarda olur, sən yazdıqca ona sözləri oxşadırdı. Bax, onlar artıq kompüterlər üçün də gəlmiş oldu. Windows 11 sisteminin əsas komponentləri 3 dənədir. İş masasıdır, başlat menüsüdür, start menüsü aşağıda gördüyümüz bu hissədir. Və nəhayət sonuncusu tapşırıqlar panelidir, ən aşağıda gördüyünüz buradır. Düzü bu Windows 10'dur, Windows 10 qalıbdır. Amma vətən sağ olsun, heç nə olmaz. Gəlir iş masasının əsas elementləri. İş masası bildikdə hansı desktopdur? İş masasının əsas elementləri nələrdir? Birincisi start menüsüdür, aşağıda. Recycle binlərdir və nəhayət sonuncusu bizim Action Center'dır. Qısa yolu Windows adı. Bax, buradır. Keçəcəyik daha ətraflı görəcəyik. Ondan sonra gəlir user fayllarımız bizim. Sistem qovluğu 6 dənədir. Əvvəlcə libraries yox idi, 5 dənə idi. User faylda istifadəçi məxsus olan fayl və qovluqların saxlanması üçün nəzərdə tutulmuş hissəmizdir. Disk PC gəlir. Disk PC nədir? Xarici yaddaşlara nəzarət üçündür. Ondan sonra network şəbəkənin işini sazlayır. Control panel qurğu və proqramların sazlanması üçündür. Recycle bin silinmiş və yaxud da ki, ləğv edilmiş obyektlərin müvəqqəti şəkildə saxlanılması üçündür. Bax, müvəqqəti. Oradan tam olaraq silinmir. Oradakı məlumatı yerdə qaytara bilirik. Və nəhayət sonuncusu gəlir libraries. Libraries əvvəlcə yox idi, yeni gəldi. Windows 10'da belə bir şey yox idi, 5 dənə idi. Fərqli yerlərdə saxlanılan faylları bir yerdə göstərən virtual qovluqlar kolleksiyasıdır. Qısaca desək, iş masasına yerləşməyən yeganə sistem qovluğudur. Ondan sonra gəlir Recycle bin haqqında danışaq biraz. Recycle bin nədir? Bildiyimiz səbətdir. Yeganə qovluq Recycle bindir ki, daxilində 2 eyni adlı fayl saxlaya bilərik. Qalan heç birində bayaq dediyimiz kimi 2 eyni adlı fayl saxlaya bilmirdik.
və yeganə proqramdır ki, belə deyək, qovluqdur ki, kompüterə biz format atdıq, ekranda olan ilk proqram nədir? Recycle binin proqramıdır. Başqa heç nə olmur. Ondan sonra bir də ki, tam boşaltmaq üçün də empty recycle binindən istifadə edirik. Ondan sonra gəlir obyektin səbətə göndərilmə suları. Yəni qısa konkret silinmə suları deyir. Obyekti seçirik. Kontekst menüsündən. Kontekst menüsü sağ düymə ilə olandır. Bax. Seçdik. Gəldik buradan. Delete əmri var. Gördüyünüz kimi. Bunu basırıq, silinib gedir. Sonra obyekti seçirik, üstünə one click eləyirik. Klaviaturadan Ctrl-D hərfinə basırıq, silinib gedir. Ondan sonra obyekti seçirik. Klaviatura vasitəsilə əmrindən istifadə edirik, silinib gedir, lazımsız olur. Sonra obyekti mouse'un sol düyməsi ilə qulağından tuturuq, gətirik, yatırıq recycle binin üzərinə, silinib gedir. Sonra qaldı ikisi, qovluq daxilinə giririk, bax. Girək bir dənə qovluğun daxilinə. Buradan obyekti seçirik. Gəlirik buradan, delete əmri var, bax burada. Delete basırıq, silinib gedir. Nəhayət sonuncu sesiyasını istifadə etməyəcəyi bir şeydir. Hər obyekti seçirik, Ctrl-X eləyirik, gördüyünüz kimi bozardı. Sonra giririk recycle binin daxilinə, Ctrl-V eləyirik, gedib düşür onun daxilinə. Davam edirik, gəlirik Action Center-a. Action Center qısa yolu Windows adı dediyim kimi. Bu Quick Settings-dir. Bir də Windows N var ki, gördüyümüz kimi daha ətraflı sizə göstərmək üçündür. Bura Notification Center. Notification Center bilirsiniz nədir? Bu telefonları yuxarıdan aşağı yenilir ya. WhatsApp-dan falan mesaj gələn sizə var. Bax, orada Notification Center adlanmış olur. Fəaliyyət mərkəzi adlanır. Yəni, sistemimizdə baş verən vacib məsələlərin hər birini buradan görə bilirik. Bu qədər sadə bir şeydir. Ondan sonra gəlir iş masasının kontekst menüsü. İş masasının kontekst menüsüdəki, bax, budur. Bu hissədir. İndi bu hissəni buradan bir-bir göstərməyim. Gələk buradan baxaq hamısına. Birincisi view gəlir. View-nun daxilində nələr var? Görünüş rejimləri var. Large icon, medium icon, small icon. Large icon böyükdür, medium icon adidir, yəni normal görünüşdədir. Small icondakı kiçik işarələrdir. Auto arrange icon var. Bax, düz oxuyun. Auto arrange icon nə eləyir? Dağınıq şəklində yerləşmiş obyektləri səliqə şəklinə gətirərək düzür. Susmaya görə masanın sol tərəfinə nizamlayır. Sol tərəf haradır? Bax, bu tərəfdir, bura. Bu tərəfə nizamlayır. İndi mən basmayayım, çünki bütün hər şeyimin yerini qarışdırır. Sonra düzəldəndə biraz vaxtım gedir. Ondan sonra gəlir ikincisi Align Icon to Grid-dir. Nədir Align Icon to Grid? Baxın, mən nə qədər eləyirəmsə, bu Microsoft Edge This Piece-in üzərinə gəlmir. Amma mən girib buradan View-dan bunu qaldırsam, gətirib bunun üzərinə tam olaraq yerləşdirə bilirəm. Aradakı, belə deyək, tor xətlərini tamamilə ləğv eləmiş olur. Və burada mənim ən xoşladığım belə bir şey var. Show the desktop ekranda heç nəyi göstərmir. Ekrandakı hər şeyi gizlədir. Mən bir ara konkret belə işlədirdim və çox maraqlı idi. Ondan sonra yerinə qaytarırıq, gətiririk bunu bura, bunu da ki bura. Sonra nələrimiz var bizim? Gəlir sort by. Sort by 4C-dən şeyinə görə sort by-ımız var. Birincisi adına görə, ikincisi size ölçüsünə görə, üçüncüsü item type tipinə görə, dördüncüsü date modified son düzəliş tarixinə görədir. Refreshdəki qısa yolu F5-dir, bilmiş olarsınız, yəni ki, iş masasını yeniləyir. Gəlir ondan sonra undo. Undo delete nədir? Ctrl Z-dir, sonuncu əməliyyatı ləğv eləyir. Rename ləğv olunmuş əməliyyatı bərpa eləyir. Bir növ Ctrl-Z peşmançılıqdır. Yəni, peşman olursan yazdığıva. Ctrl-Y də peşmançılığın peşmançılığıdır. Yəni, peşman olub sildiyi, bir də peşman olub geri qaytarsan.
New nədir? Yeni obyektlər yaratmaq üçündür. Bax, burada da gördüyünüzdür. Folderdır, shortcutlardır. Nə bilim, hər hansısa bir proqramların qısa yollarını buradan düzəldə bilirik. Sonra gəlir Display Settings. Display Settings də ekranın çözünürlüyüdür, miqyasdır, ekran yönüdür. Nə bilim, birdən çox ekran üçün tənzimləmələr aparmaq üçün istifadə olunan hissədir. Personalize fərdləşdirmədir. Masaüstü fondur, rənglərdir, ikonlardır, mövzulardır, kilid ekranıdır. Digər vizual elementləri dəyişmək üçün istifadə olunur. Terminaldakı bildiyimiz hər hansısa bir, belə deyim, CMD-də açmaq üçündür. Məsələn, girək buradan Open in Terminala basaq. Gördüyünüz kimi CMD-ni gətirib bizə burada açır. PowerShell-dadır. Gəlir Clipboard söhbəti. Clipboardun qısa yolu Windows V-dir. Bax, bu gördüyümüz hissədir. RAM-ın bir bölməsidir. Enerjidən asılıdır. Yəni, kompüteri söndürən zaman RAM sönür deyə, RAM-da bütün məlumatlar silinir deyə, avtomatik olaraq buradan da silinir. 25 dənə obyekti özündə saxlaya bilir. Word-də bu 24 idi. PowerPoint-də həmçinin. 25 dənə obyekti özünə saxlaya bilir. 26-cı gələn zaman avtomatik olaraq birinci obyekt silinib gedir. Əmrləri 3 dənədir. Ctrl X-dir. Kəsir. Obyekti mübadilə buferi vasitəsilə yerini dəyişir. Ctrl C-dir. Copy-dir. Obyekti öz yerində saxlamaqla sürətini çıxarır. Paste yapışdırmaqdır. Kəsilmiş və sürəti almış obyekti göstərilən yerə əlavə eləyir. Ctrl X olunmuş, belə deyək, hər hansısa bir obyekti Windows mühitində, vurğulayıram, Windows mühitində yalnız və yalnız bir dəfə yapışdırmaq mümkündür. Amma Ctrl C olunmuş hər hansısa obyekti istənilən qədər mübadilə buferindən silinənə qədər dəfələrlə yapışdırmaq mümkündür. Ctrl X yalnız bir dəfə, bu Word-ə falan aid deyil, Word-də də istədiyin qədərdir. Amma Ctrl C mübadilə buferindən silinənə qədərdir. Gəlir Show More Option-da. Show More Option-da Paste-dən Paste Shortcut söhbəti var. Hətta sizə buradan da göstərim. Girəm buradan Show More Option-a. View-dur, Sort by-dır, Refresh. Bunlar şeydə köhnə Windows 10-dur. Əlavə olaraq Paste-dən Paste Shortcut var. Paste Shortcut hal-hazırda məndə aktiv deyil, çünki yoxdur. Götürməmişəm. Gəlir Paste nədir? Paste sadəcə olaraq, belə deyək, üzünü köçürür. Nə zaman? Əgər verilən kontekst menüdə paste əmri türk rəngdədirsə, paste shortcut əmri ümumiyyətlə yoxdursa, o zaman cut olunubdur. Amma mən gəlib buradan, baxın, bunu Ctrl C eləyirəm. Və yaxud da ki, bunu girəm buradan, siz də rahat görəsiniz, kopyalayıram. Gəlirəm bura. Show More Option-da gördüyünüz kimi avtomatik olaraq paste shortcut olur. Demək ki, hər hansısa bir obyekt kəsilibsə, o zaman sadəcə onu yapışdırmaq olar. Yox, əgər hər hansısa bir obyekt kopyalanıbsa, o zaman onun qısa yolunu da yaratmaq olar. Bu qısa yollar nədir? Gələn dərs keçəcəyik tam ətraflı. Qısa yolun yaranmasının bir üsuludur bu arada. Ondan sonra gəlir Display Settings-in daxilində nələrimiz var? Brightness-imiz var. Parlaqlıqdır, yəni ekranın parlaqlığını artırıb azaldırsan. Night light var, gecə işıqlarıdır. Bax, gecə işığı ilə şeyi fərqləndirmir. Qaranlıq mod fərqli bir şeydir. Gecə işığı nə eləyir? Belə deyək, mavi işığı azaldır, sarı işığı artırır. Ondan sonra gəlir Color Profile, rəng profildir, yəni rənglərin ekranda necə göründüyünü tənzimləyir. HDR hissəsi High Dynamic Range-dir. HDR texnologiyasında daha parlaq, kontrastlı, canlı görüntü verir. Oyunlara aiddir də daha çox eşitmiş olarsınız yəqin ki. Scale gəlir, ekranda görünüş, belə deyək, displeyindir. 100, 125, 150, maksimum 500-dür. Recommended mənim kompüterimdə 125, amma normalda 100-dür. Sonra gəlir 6-cı Display Resolution, displeyin ayırd etməsidir, çözümlülüyüdür. Yəni, ekranda neçəni neçəyə olsun. Misal üçün, bizdə ən çox 1920-1980-ə piksellərin sayıdır bir növ. Display Orientation ekranın səmtləşməsidir.
Daxilinə 4 cür əmrimiz var. Düz var, landscape, şaquli var, portret və yaxud da ki, bunların tam əks vəziyyətləri. Ondan sonra gəlir. Dərsimiz bitdi. Tam olaraq bu qədər idi. Heç nə gəlib eləmirmiş.